İlham Əliyev isə bu barbar zorakılıqla və elə bundan əvvəl Avropada da Mehman və Emin Hüseynov qardaşlarına göstərdiyi reaksiya ilə sübut eləyir ki, onun azad media, azad söz etirazçılar qarşısında bir dəqiqə tab gətirmək qüdrəti yoxdur. Hay özünə dəmir yumruq desə də, nə bilim turnikdə 10 dəfə dartınsa da, 200 dəfə jim vursa da, bu adamın siyasi qabiliyyəti, kəraməti bir dəqiqəyə rəqiblərinə dözəcək qədər gücdədir. Və İlham Əliyevin seçkiləri saxtalaşdırılması, müxalifəti, azad medianı susturmasının səbəbi açıq şəkildə istər Avropada Emin Hüseynova verilən cavabda, istərsə də bu Vaşinqtonda etirazçılara göstərilən zorakılıqda aydın olur ki, bunların haqq sözü, həqiqi oponentləri, həqiqi jurnalistləri, azad mətbuatı dinləməyə, onlara səbr eləməyə, onlarla polemikaya girməyə qüdrətləri, gücləri yoxdur. İlham Əliyev siyasi etimadın xalq tərəfindən tamamilə itirib. Yəni dövlət başçısını təkcə mühafizəçilər qorumamalıdır. Dövlət başçısının, ölkəni idarə edən şəxsin həqiqi müdafiəsi, mühafizəsi onun tərəfdarları xalq tərəfindəndir. Mən bir neçə videolar paylaşmışam öz Facebookumda. Sizin özünüz də imkanınız var kontrol edəsiniz. Baxın Avropa liderlərinə, demokratik ölkələrin liderlərinə, onlar cəmaatın arasında, hətta onu sevməyən insanların arasında necə sərbəst şəkildə gəzirlər. Vəzifədə olanda da, vəzifədən gedəndə də. Bəli, bəzi adamlar olur ki, onlara ad söz deyir, amma heç kim axranası ilə onlara hücum çəkib öldürmür, filanmır və ölkələrdə imkan yaradırlar ki, gündə insanlar miting keçirirlər, mətbuat rəhbərləri dünyanın hər yerində asıb, kəsir, sərt tənqid eləyir, karikatura hədəfi eləyir. Çox uzağa getməyək, elə təxminən keçən ayında bizim troll mətbuat, yaltaq jurnalistika və trollar sevinclə paylaşırdılar ki, Paşinyan hansısa bir məbədi yoxsa obyekti ziyarət edirdi və orada bir gənc erməni Azərbaycan mahnısı ki var, o meyxana məşhur, nə oldu Paşinyan, nə oldu Paşinyan, onu uca səslə qoymuşdu, Paşinyan da eşidirdi, axranalar da eşidirdi və ona güldən ağır bir söz deyən olmurdu. Türkiyənin özündə bilirsiniz ki, insan haqları ilə vəziyyət heç də ideal səviyyədə deyil, amma orada da görürsünüz, az sayda da olsa televiziyalar qalıb çıxırlar hər gün səhərdən axşama qədər Ərdoğanın A-dan Z-yə söküb yığırlar. Bütün şəhərlərdə mitinglər keçirilir. Bir dənə Azərbaycanda xalqın onu çox sevdiyini, dəstəklədiyini, yolunda özünü qurban verdiyini deyən İlham Əliyev azad jurnalistləri həbsə atır, siyasətçiləri həbsə atır ki, onlara onun cinayətlərini ifşa eləyir, onunla həqiqi formada bərabər imkanlar şəraitində yarışmaq istəyir, onu ədalətli seçkiyə dəvət edir. Əliyev bütün siyasi instrumentlərdən, əziz tamaşaçılar, bu mənzərələri görməyən onu demək istəyirəm ki, məhrum qalın. Əliyev sözün əsl mənasında təklənib. O boynu yoğun, qolu zorlu axranaların ümidinə qalmaq əslində hakimiyyətin necə müstər, zəlil vəziyyətdə qaldığını göstərir.